Salam değerli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün sizlər üçün olduqca faydalı, ləzzətinə doyum olmayan, tez başa gələn pərpətöyün salatının hazırlama qaydasını paylaşacağım. Başlayaq hazırlamağa. Əvvəlcə pərpətöyünləri yaxşıca yuyuram. Bir kənara qoyuram ki, suyu süzülsün. Daha sonra isə doğrayıram. Çox da xırda doğramağa ehtiyac yoxdur. 2-3 hissəyə bölsəz kifayət edər. Ayrıca bir qazanda su qoyuram. Su qaynağa düşəndə içərisinə biraz duz tökürəm. Doğradığım pərpətöyünləri qaynayan suyun içərisinə əlavə edirəm və 1-2 dəqiqə qaynadıram. Çox qaynatmaq lazım deyil. Biraz yumşalanda ocaqdan götürülür. Suyu süzüldükdən sonra bir kənara qoyuram ki, tamamilə soysun. Kənarda 2 ədəd xiyarı yarım halqa formasında doğrayıram. Mən tikanlı xiyardan istifadə etdim. Ayrıca bir qabda 1 stəkan süzmə qatıq götürürəm və içərisinə bir diş sarımsağı rəndədən keçirirəm. Biraz da duz əlavə edib qarışdırıram. Üzərinə doğradığım xiyarları, eləcə də pərpətöyünü əlavə edirəm. Bütün ərzaqları qaşıqla yaxşıca qarışdırıram. Salat hazır olduqdan sonra boşqaba töküb süfrəyə təqdim edirəm. Olduqca ləzzətli, dadına doyum olmayan salat alınır. Əziz xanımlar, əgər siz də mənim bu reseptimi, kanalımı bəyəndinizsə, resepti yaxınlarınızla bölüşməyi və mənə dəstək olmağı unutmayın. Sağ olun, görüşərik. Hazırlayacaq olan hər kəsə nuş olsun.